Her şeye göre sana çok teşekkür ederim. Bu sanıq sökülen yüreği oyattın. Seni çok sevirəm. Bizdən uzaq, bizə yaxın limanlar. Nə çoxdur dünyada gözəl limanlar. Amma biri var ki, o hər şeydən əziz, doğmadı mənə. Mənim mavi Xəzərim, nəğməli, sözlü Xəzərim. Sən coşduqca, ləpələndikcə mən də duruluram, coşuram. Mavi gözəlliyin nəfəsim olur. Limanım, rahatlığım. Ki yanımda bir ömür tek sen ol. Tek sen ol. En değerli. Mənə bəxş elədin dünyaları. Çok sağ ol. En değerli. İstəyirəm ki yanımda. Bəzən birini tanımaq üçün onun danışdıqlarını yox, susqunluğunu dinləmək lazımdır. Bəzən sakit, bəzən fırtınalı duyğuların hekayəsini bugün limana gələn qonağımızdan eşidəcəyik. Enerjisi, zərifliyi ilə səhnəyə işıq gətirən bir xanım Sevda Yahyayeva qonağımızdır. Salam, xoş gördük sizi Sevda xanım. Necəsiniz? Çətin olmadı ki gəlmək? Çox gözəl oldu. Ümumiyyətlə, hava çox xoşuma gəldi. Təşəkkür edirəm, çox sağ olun. Hər kəsin günü uğurlu olsun. İnşallah verilişimiz də uğurlu olsun və gözəl tamaşaçılarımızı, gözəl söhbətlərimiz gözləyir. Keçək masa arxasına. En değerli. İstəyirəm ki yanımda bir. Sevda xanım, arzu etmək, nəyinsə xəyalını qurmaq. Yəqin ki, bu duyğunu siz də yaşamısınız. Uşaqlıq illərinin ən böyük arzusu nə olub? Mən ümumiyyətlə özümü başa düşəndən, uşaqlıqdan həmişə müğənni olmaq istəmişəm. Yəni başqa bir sahəyə bir istəyim, arzum, onun xəyalını qurmamışam. Ona görə də çox özümü xoşbəxt hiss edirəm ki, öz arzularımın ardıca getdiyim üçün Niyyətin ara, mənzilin ora. bu günləri istədiyim yerdəyəm. Musiqi yarışmaları sizin üçün bir hobbi idi, yoxsa bir seçim? Əlbəttə ki, bir seçim idi. Çünki hobbi olsaydı mən bu ömrümün bu qədər illərini məhz buna sərf etməzdim. Mən artıq 21 ildir ki, peşəkar səhnədəyəm və müsabiqələr isə mənim həyatımda böyük bir tramplin oldu. Nə yaxşı ki də oldu, mən peşəkar səhnəyə məhz müsabiqələrdən gəldim. Ona görə də əlbəttə ki, seçim idi. Seçim idi. Elə yeri gəlmişkən, səhnədə ilk çıxışınızdan danışmaq istərdim. Səhnədə ilk addımlarınızı hansı mahnı oldu? Yəni yadınızdadır bu? Yadımdadır. Mən əslində o vaxt Azərbaycan Dövlət Televiziyası 2 var idi. Bəli, var. O zaman mən balaca uşaq idim. İndi Mədəniyyət kanalı. Bəli, indi Mədəniyyət kanalı. İstedad sorağında adlı veriliş var idi. Danışıram sizə 98-99-cu illər, 2000-ci illər bu ərəfələrdə gəlib məni çəkmişdilər o verilişdən. Mən orada o verilişdə Eyüp Yaqubovun repertuarından Azəri torpağının hamımız evladıyıq, Bakı bizim anamız, ona canla bağlıyıq. Bu mahnını oxumuşdum və o ərəfələrdə də mən Lalə Qızlar ansamblinə gedirdim. Ceyran Haşimova bizim Respublikamızın xalq artisti, bizim tarzanımız. Gözəl sənətkarımız. Gözəl sənətkar, mənim ilk müəlliməm. Onun yanına gedirdim və o veriliş efirə gedəndən sonra mən səhəri məşqə gedirdim metro ilə. Hamının gözünün içinə baxırdım ki, dünənləri baxdınız efirə, orada oxuyan qız mən idim. Əlbəttə ki, məni heç kim tanımırdı. Ürəyimdə deyirdim ki, vaxt gələcək, hamı məni tanıyacaq. Bəs musiqiyə maraq ailədən gələn bir şeydir. Yəni sizdən öncə ailədə musiqiçi olub? Yox, bizim ailəmizdə, ümumiyyətlə bizim nəslimizdə musiqiçi yoxdur. Mən o barədə tarixə düşmüşəm. Yenilik eləmisiniz. Bəli. İlk dəfə yəni, siz. İlk bizim ailədən mənəm musiqiçi. Yəni, bilmirəm, uşaqlıqda deməli, biz hərbi hissədə yaşayırdıq. Orada da həmişə konsertlər olurdu. Əskərlərimiz üçün konsertlər olurdu. Mən elə birdən-birə
musiqi məktəbinə getməmişdən öncə bağçada da tədbirlərdə musiqi dərslərində mən oxuyurdum. Və orada görmüşdülər ki, mənim yaxşı səsim var. Belə-belə məktəbə yayıldı bu. Sonra orada tədbirlərdə Bağçada kəşf ediblər. Bəli, bağçada kəşf ediblər. Sonra orada hərbi hissədə olan konsertlərdə məni artıq dəvət etdilər oxumağa. Elə bir də baxdım ki, müğənni oldum. Əslində uğur böyük bir zəhmətin, əziyyətin görünən tərəfidir. Daim gülümsəyən insanın dərin yaşantıları, göz yaşları, həyəcanları bizim gördüyümüzün arxasında gizlənir. Onu səhnədə güclü edən, irəliyə can atmasıdır. Dünən keçmişdi, sabah isə işıqla, arzuyla dolu gələcək. Limanda növbəti rubrikamız Lövbərdəsən rubrikasıdır. Sevda xanım, öz lövbərinizi tapmısınız? Əlbəttə ki, bu günləri mən bu nöqtədəyəmsə, demək ki, mən öz lövbərimi tapmışam. Amma bu demək deyil ki, bu mənim son lövbərimdir, dayanacağımdır. Bəli, mənim potensialım var. İnşallah ki, mən daha irəlilərə gedəcəm. İnşallah. Bakımızın gözəl mənzərəsinə baxıb, fikrimizdən hansı bir musiqi keçdi? Bakı gözəl şəhər, mehriban diyar, sinəndə boy atıb oldum bəxtiyar, səndə ilk eşqimin yadigarı var. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Gözəl Bakı, gözəl Bakı. Sonra mən mahnı da oxumuşam. Bakının işıqları. Qırmızı, yaşıl, sarı, Bakının işıqları. Qırmızı, yaşıl, sarı, Bakının işıqları. Nə gözəldir, qəşəngdir, Bakımıza çələkdir. Nurdan dəstə çiçəkdir, Qırmızı, yaşıl, sarı, Bakının işıqları. Mükəmməl. Danılca ansamblıyla bu mahnını mən ifa etmişəm dəfələrlə Heydər Əliyev sarayında və bu mahnının səs yazısı da var məndə. Studiya versiyası. Bəli. Bioqrafiyanızda maraqlı məqamlar var. Ustad sənətkar Ceyran Haşimova ilə işləmisiniz. Ondan nə öyrəndiniz? Ondan mən çox şey öyrəndim. Milli mahnılarımız, xalq mahnılarımızın ifası, Rəhilə Bəndəliyeva ən son deməli solistlərindən biridir hal-hazırda da Lalə Qızlar Ansamblının. O da məşqlərdə olurdu. Sağ olsunlar ki, onlar mənə çox kömək eləyirdi. Ümumiyyətlə mahnıların, xalq mahnıların oxunuş tərzi, onun texnikası. Yəni Ceyran xanım sağ olsun ki, mənim ilk müəllimim yaxşı ki olub və mən ondan çox şey öyrəndim. Məhz düzgün oxumağı ilk mənə o öyrədib. Xalq mahnıları, aşıq mahnıları, bizim bəstəkar mahnılarımız. Demək olar ki, təməlinizi elə Ceyran xanım Haşimova ilə işləyəndən. Onların orkestrla çalışaraq, onlar mənə tövhə veriblər, sağ olsunlar. Can sağlıq arzu edirəm müəlliməmə. Mütəmadi danışırıq. Tez-tez olmasa da mən həmişə yad eləyirəm onu. Mütləq. Çünki çox doğma insandır mənə. Zamanla üzləşmək və ilk albomunuz. O zaman söhbət nədən gedirdi? Bu zamandan. O zaman, bu zamana gəlmək üçün bəli, böyük bir tramplin idi və mənim məhz səhnədə həyatımı dəyişən də elə O Zaman adlı mahnım oldu ki, hansı ki o zaman mənə böyük qapıları açdı, insanlara tanıtdı, məni bu zamana qədər gətirdi. O mahnının artıq 20 yaşı var. Hələ də istənilir, hələ də dinlənilir və bu mənə əlbəttə bir ifaçı kimi çox xoşbəxt edir. İstəyərdim bir dinləyək. O zaman biləcəydin əzablar necə olur, o zaman görəcəydin sənsizlik necə olur, o zaman biləcəydin əzablar necə olur, o zaman görəcəydin sənsizlik necə olur. Allah, çox sağ olun. Musiqi karyeranızda daha bir görkəmli insan Teymur Göyçəyevdə pay var. Bizdə? Bəli.
Eşqimdə tapmışam səadətimi Adlı solo adlı konsert. bəli, solo konsertimiz onun rəhbərliyi altında keçib. Teymur müəllimlə çalışmaq necə bir hiss idi sizə? Çox gözəl bir hiss idi və mən çox sevinirəm ki, məhz belə əfsanəvi insanların, yaşayan əfsanələrin mənim həyatımda yerləri olub. Mənim yaradıcılıq tariximdə onların izi var. Bu mənim üçün böyük bir konsert idi. Qara Qarayevadan Azərbaycan Dövlət Kamera Orkestrından ilk solo konsertimi vermək klassik mahnılardan ibarət Teymur Göyçəyevin rəhbərliyi ilə. O da mənim üçün böyük bir məktəb oldu, böyük bir şərəf oldu və mən ilk konsertim məhz belə bir orkestrla olmağı mənim üçün doğrudan da böyük bir məktəbdir. Bugün də baxanda fəxr hissi duyuram ki, nə yaxşı ki, belə bir işim oldu mənim həyatımda və Teymur Göyçəyevi tanıdım, onunla çalışdım. 21-ci əsrin Kumeri festivalı və Grand Prix mükafatı. Hansı mahnı ilə burada çıxış etdiniz? Azərbaycan bəstəkarı Rauf Hacıyevin Bakı mahnısını oxumuşdum və mən Grand Prix-yə layiq görüldüm. Bir də mənə belə bir suvenir verdilər onlar tamaşaçı simpatiyasına görə. Hələ də mən onları saxlayıram evdə ki, bir xatirədir mənim üçün. Əlbəttə ki, bu mənim üçün gözəl bir hiss idi bunu yaşamaq. 16 il bundan öncə bəli, belə bir müsabiqə olmuşdu. Yesuntikidə, bəli. Orada keçirilmişdi və mən iştirak etmişdim, Grand Prix-yə layiq görülmüşdüm. Bakı mahnısı. Ürəklər açılır, baxsan hər yana. Bahar xoş gəlibdir Azərbaycana. Sevirəm Xəzərin qucağındakı. Ey əziz, ey gözəl, mehriban Bakı, mehriban Bakı. Macəra, rahatlıq və etibarlı yol yoldaşı. Venta, dalğalara açılan yelkən, lüks və xidmət məmnuniyyəti. Bizimlə səyahətə hazırsızmı? Sevda xanım, limanda yelkənli sualların vaxtıdır. Deməli, burada suallar qısa olacaq, dalğa sürəti ilə. Mən sizə suallar verəcəm, siz də tez cavablandıracaqsınız. Hazırsınızsa Bəli, hazıram. Sizi xoşbəxt edən nədir? Məni xoşbəxt edən bir çox hisslərdir. Həm ailəm, həm sənətim. Ən etibarlı limanınız, özünüzü daha çox rahat hiss etdiyiniz haradır? Əlbəttə ki, mənim evim, ailəm və ailə üzvlərim. Mən düşünürəm ki, hər bir insan özünü doğma, rahat hiss elədiyi yerdə xoşbəxt olur. Bu isə onun evidir. Tənqidə münasibətiniz? Çox normal. Çünki mən düşünürəm ki, tənqid olmasa inkişaf olmaz. İnkişafın əsas səbəbi məhz tənqiddir və düzgün tənqidi qəbul edirəm. Bəs şöhrətə çatmaq sizi dəyişdi? Çox sevinirəm ki, yox. Dəyişmədi. Çünki mən necə doğulmuşamsa, hansı xarakterdə idimsə, bundan öncə elə onda da qaldım və sevinirəm ki, nə yaxşı ki, şöhrət və dövlət mənim başımı gicəlləndirmədi. Buna görə özümlə fəxr edirəm. Səhnədəki sevda ilə real sevda arasında fərq? Yerlə göy qədər. Mən evə daxil olmamışdan öncə qapının ağzında səhnədəki Sevda Yahyayeva qalır qapının kənarında. Bəli, mən evdə sadə, adi Sevdayam. Zakirin həyat yoldaşı, Aylanın, Ayidan maması. Ən böyük hədiyyəniz nə olub? Ən böyük hədiyyə mənim Allahın bizə bəxş elədiyi övladlarımdır. Ondan böyük hədiyyə, dəyərli hədiyyə tanımıram. Bəli. Hər şeyi yenidən başlamaq şansınız olsaydı, nəyi seçərdiniz? Bugünkü zamana görə seçərdim. Amma başqa bir zaman olsaydı, o zamana görə seçərdim. Əlbəttə ki, mən öz işimi sevirəm. Həyatda ən çox nədən qorxmusunuz? Təklikdən qorxuram və arzuluyuram ki, inşallah tək qalmayım. Allah təqəssüf. Qurban olum Allaha, yəni ki, bu qorxduğum bir şey budur. Özünüzlə tək qalanda nəyi düşünürsünüz? Özümlə tək qalanda artıq məsuliyyətimin daha böyük olduğunu düşünürəm.
həyata 2.50 yox 4.50 sarılmağı düşünürəm. Ailədən öncə sən artıq tək idin özün üçün, amma bu gün məsuliyyətin artıb və sənə ehtiyacı olan 2 körpən də var. Ailən böyüyüb və ona görə bu həyat məsuliyyətlərini dərk elədikcə ona görə daha çox məsuliyyətli olursan. Sevda xanım, nəyi bağışlamazsınız? Nəyi bağışlamaram? Bağışlayıram. Mən ümumiyyətlə insanlara şans verməyi sevirəm. Bir dəfələrlə şans verməyi sevirəm ki, səhvsiz insan yoxdur, səhv insana məxsusdur. Hər birimizin səhvi olub və olacaq. Mən ümumiyyətlə insanlara şans verməyi sevirəm. Dəfələrlə onlar mənim o şansımdan istifadə edərək yenə də təkrarən yalan və xəyanət etsələr, mən bir dəfəlik o insanın üstünə xətt çəkirəm ki, sonra peşmançılıq hissi yaşamayım ki, bəlkə şans versəydim düzələrdi. Birdən-birə heç nəyə kəsib atmıram. Çox sağ olun, təşəkkür edirəm və sonda təşəkkürümüz var. Hər zaman olduğu kimi Venta Yaxtanın rəhbərliyinə təşəkkürümüzü bildiririk. Gözəl şəraiti bizə yaratdığına görə. Bugünə qədər neçə albomunuz işıq üzü görüb? 3 albomum. 3 albomum işıq üzü görüb. Onlardan ikisi qarışıq bəstəkar mahnıları, mənim üçün yazılan mahnılar və bir albom isə klassik mahnılardan ibarət Teymur Göyçəyevlə olan konsertinin albomu İstanbulda işıq üzü görmüşdü. Köhnə Vallar dizaynında. Orada konsertdə oxuduğum bütün mahnılar canlı ifa şəklində diskdə həm audio, həm də DVD formasında ən çox hansı yer alınıb. Sevildi? Hamısının öz yeri oldu. O birisi albomlarda mənim hit mahnılarım idi. Bu albomda isə bizim görkəmli bəstəkarlarımızın yazdıqları gözəl əsərlər. Tıxtı xanım mahnısı ifanızda çox sevildi. Bəli. Bəs bundan sonra da hansısa filmlərə, yəni film mahnılarına müraciət etmək istərdiniz? O əslində bir ideya idi. 2011-ci ildə mən o Tıxtı xanım mahnısını ifa etdim. O zaman mən Milli Konservatoriyada oxuyurdum. Bu mahnının bəstəkarı da Allah rəhmət eləsin Ramiz Mirişli. Mən bu mahnını oxumaq istəyirdim. Elə koridorda rastlaşdım Ramiz müəllimlə. Çox gözəl insan idi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yaxınlaşdım, dedim, Ramiz müəllim, sizin yazdığınız mahnı var, Tıxtı xanım. Mən o mahnını oxumaq istəyirəm, remix formada. Belə baxdı, dedi, qurbandır. Ceyhun Zeynalov, Cin müğənni. O aranjman etdi o mahnını. Deməli, 1974-cü ildə bu mahnı məhz cizgi filmi üçün ifa olunmuşdu. Bizim görkəmli sənətkarımız Flora xanım Kərimova oxumuşdu. Onun ifasında biz bunu sevmişdik, amma 2011-ci ildə yeni nəfəslə bu mahnı mənim də ifamda sevildi və bütün uşaqlar mənim dostum oldu. Uşaqların sevgisini qazandım bu mahnı ilə. Bəli, bu yaxınlarda da bir konsert oldu. Orada da Filarmoniyada, bəli. Sevimli Filmlər adlı bir konsert oldu. Orada bir çox həm Azərbaycan, həm dünya filmlərindən mahnılar səslənirdi. Bizim bir çox xalq artistlərimiz, əməkdar artistlərimiz çıxış edirdi o konsertdə. Mən də çıxış elədim, dəvət almışdım. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə bu mahnını mən orada ifa etdim canlı olaraq. Hardasa 3-4 gün bundan öncə. İddialısınız Sevda xanım. Sizə görə zəriflik nədir? Bəli, iddialıyam, məqsəd yönlüyəm. Çünki bunlar olmasa, sən öz qarşıva qoyduğun hədəfə çata bilməzsən. Mənim üçün zəriflik elə xanımlığın özündədir, qadınlığın özündədir, incəlikdədir, nəciblikdədir, sadəlikdədir. Hansı layihədə özünüzü görmək istərdiniz? Əlbəttə ki, arzularım var, öz işlərimlə bağlı. Yəni, layihələr olaraq solo konsertlər düşünürəm. Artıq uzun illər keçdi mənim konsertlərimdən. Bilirsiniz ki, mənim çox konsertlərim olub. Həm Heydər Əliyev Sarayında, həm Yaşıl Teatrda, həm Gənc Tamaşaçılar Teatrında. İnşallah indi hazırlaşacağım Filarmoniya, növbəti konsert istəyirəm. Heydər Əliyev Sarayında olsun, gələn ilə inşallah qismət olsa. Yəni, arzularım bunlardır öz işlərimlə bağlı, amma sırf hansısa layihədə iştirak eləmək kimi belə bir hal-hazırda belə bir arzum yoxdur.
Bakı, Xəzər, dəniz, limanımızı bəyəndiniz? Əvvəllər düşünürdüm ki, çox səyahət eləməyəndə mən düşünürdüm ki, yəqin ki, mən Türkiyədə, İstanbulda yaşaya bilərəm. Çünki İstanbul da çox sevdiyim şəhərdir. Düşünürdüm ki, Bakıdan sonra mən ora köçüb yaşaya bilərəm. Elə bir fikirləşirdim də özüm üçün. Sonra deyirdim ki, yox, yəqin ki, mən Amerikada da yaşaya bilərəm. Dünyanın 1/4 hissəsini gəzmişəm demək olar. Həm Avropa, həm Amerika, həm Asiya. Və həmişə də o qənaətə gəlirəm ki, yox, mən Bakıdan başqa heç yerdə yaşaya bilmərəm. Gəzmək gözəldir, əlbəttə ki, mən səyahəti sevirəm. Düşünürəm ki, elə bir insan olmaz ki, o da sevməsin. Və var, elə insanlar var, sevmir, amma çox insanlar sevir səyahəti. Mən də həmçinin sevirəm. Və gəzdikcə, gördükcə insanlar, millətlər, özün üçün seçim eləyəndə mən buradan başqa heç yerdə yaşaya bilmərəm. Gəzməyə qərib ölkə. Bəli, bir mənalı özüm üçün dərk eləmişəm. Amma yaşamağa vətən yaxşıdır. Bəli, yaşamağa da vətən yaxşıdır, görməyə də vətən yaxşıdır. Düzdür, hər bir insana o imkanı arzulayıram ki, hər kəs öz arzularını həyata keçirdə bilsin. Ən həyəcanlı məqama gəldik, çatdıq. Sualım var rubrikası. Ötən verilişimizdə qonağımız İlqar Xəyal idi və o bir sual ünvanlayıb. Baxaq görək sual nədir? Mən özüm açım. Baxaq görək sualımız nədir? Deməli, sual belədir. Əgər müğənni olsaydınız və sizə bir mahnı ifa etmək şansı verilsəydi, bu hansı mahnı olardı? İlqar Xəyal, nə gözəl sualdır. Təşəkkür edirəm. Şuşanın dağları başça dumanlı, kırmızı koftalı, yaşıl tumanlı. Derdinden ölmeye çoktu gümanlı, ay derdinden ölmeye çoktu gümanlı. Ay kız bu ne kaş göz, bu ne tel, ölerim derdinden. Onu bil, danışmasan da balam var gül. Əla, gözəl. İndi siz də bir sual ünvanlayacaqsınız, zəhmət olmasa. Limanda daha bir görüşümüz geridə qalır. İnsan kainatın bir zərrəsi olduğu halda kainatı özündə gəzdirən ən kamil varlıqdır. Onu tanımaq üçün bir ömür belə bəs etməz. Saat isə bu müqayisədə ən kiçik ölçü vahididir. Bugün biz onu biraz daha yaxından tanımağa çalışdıq. Hər hekayənin iz buraxdığı limanda bugünün izi səmimiyyət oldu. Liman isə davam edir. Yeni görüşlər, yeni hekayələr bizi gözləyir.